il ərzində, gecələrin içində ən əzəmətli gecə bu gecədir, Qədr gecəsidir. Quran Qədr gecəsində nazil olub. Quran özü Qədr gecəsi barədə danışır. Buyurur, İnna ənzəlnəhu fi leylətil qədr. Buyurur, biz Quranı Qədr gecəsində nazil elədik. Dalıyca soruşur, və mə ədrakə mə leylətul qədr. Peyğəmbər, sən nə bilirsən ki, nədir Qədr gecəsi? Gör, bu gecə nə qədər əzəmətli, nə qədər fəzilətli gecədir. Allah Peyğəmbərinə deyir, sən nə bilirsən nədir Qədr gecəsi? Leylətul qədr xeyrun min əlfi şəhr. Bu bir gecədir, amma 1000 aydan xeyirli gecədir. Bu bir gecə 1000 aydan daha xeyirlidir. Bu gecə nə baş verir? Bu gecə mələklər hamısı gəlir yerə. Ruh nazil olur. Allahın izni ilə gəlirlər. Möminləri ziyarət eləyirlər. Dan yeri sökülənə qədər bu gecə əminamanlıq, salamatlıq gecəsidir. Bu gecə bizə deyiblər, oyaq qalın, gecəni səhərə qədər yatmayın. Bu gecə yatmaq ədəbsizlikdir, bu gecə yatmaq hörmətsizlikdir. Həm də bu gecənin fəzilətini başa düşən adamın gözünə yuxu getməz yatsın, yata bilməz, istəsə də yata bilməz. Bu gecənin fəzilətini başa düşən adam. Bu gecə müqəddərat təyin olunur. Bu gecə bizim gələn ilə qədər başımıza gələn hadisələr təyin olunur. Düzdür, İslam dinində alın yazısı yoxdur. Bu mənada ki, mənim taleyim özümdən asılı olmasın. Amma Allah bugün bizim vəziyyətimizə baxır, bizim keçmişimizə baxır, gələcəyimizi təyin edir. Özümüz öz gələcəyimizi qururuq biz bu gecə. Bu gecə bizim gələn illik əsas xəttimiz müəyyən olunur Allah tərəfindən. Bu gecə iki nigarançılığımız var bizim, iki dənə nigarançılıq var. Bir keçmişimizə görə nigaranıq, bir gələcəyimizə görə. Keçmişimizə görə ona görə ki, görəsən Allah bizi bağışladı, keçmişimizi bağışladı ya yox. Bu bir nigarançılıqdır. Və ikinci nigarançılığımız budur ki, görəsən gələcəyimiz necə olacaq? Bu iki nigarançılıq arasında qalan adam necə rahat yata bilər? Bir halda ki, hər şey bu gecə həll olunur, məni bağışladılar ya yox? Gələn il məni nə gözləyir? Hər şey bu gecə həll olunursa, mən necə rahat yata bilərəm? Mümkün deyil insan yuxuya getsin. Bizim həyatımız zəncirvarıdır. Hər hadisənin gələcəyə təsiri var, onun gələcəyə təsiri var. Bu baxımdan bizim bugünəcən, keçən ildən bu vaxtacan elədiyimizin sabahımızda, gələcəyimizdə təsiri var. Sizə demirəm, amma elə yaxşı olar hər biriniz özünüzə bu sözü deyəsiniz. Mən bunu özümə deyirəm, siz də istəsiniz özünüzə deyin. Deyin ki, mən keçmişimə baxıram, qorxuram. Mən günahlarıma baxıram, qorxuram. Bir halda ki, mənim gələcəyim keçmişimdən asılıdır. Mən keçmişimə baxıb qorxuram ki, bu keçmişi olanın görəsən gələcəyi nə olacaq? Bunu mən özümə deyirəm. Günahlarım məni qorxudur bu gecə. Bugün qərardısa müqəddərat təyin olunsun və bu müqəddərat keçmişə baxıb təyin olunsun, onda mənim işim necə olacaq? Bəs çıxış yolu nədir? Çıxış yolu budur ki, bu gecə keçmişi bağışlatdırasan ki, gələcəyin yaxşı olsun. Keçmişin üstündən xət çəksin, günahların üstündən xət çəksin ki, gələcəyin yaxşı olsun. Bilirsiniz, biz niyə bu gecə Allah qapısına gəlmişik? Nə səbəbdən bu gecə gəlmişik Allahın qapısına? Hansı səbəbdən? Ona görə gəlmişik ki, bizim taleyimiz həll olunur. Biz də nigarançılıqla gəlmişik, özünə pənah aparaq. İndi ki, sən mənim gələcəyimi bu gecə müəyyən eləyirsən,
Mən gəlmişəm özünə pənah aparım. Sənin qapıva gəlmişəm, sənə sığınmışam, nigaranam. Bu gecə bəzi adam deyir, mən ağlaya bilmirəm, ağlaya bilmirsən ağlama, ağlaya bilməsən də əsas budur ki, bu gecə nigaran olasan. Bu gecə nigarançılıq çox vacibdir, çox mühümdir. Bu gecə ağlamaq şərtdir, ağlamaq vacibdir. Bu gecə adam nigaran ola ki, görəsən Allah mənim üçün nə müəyyən eləyir. Bu gecə namaz qıl, dua elə, nigaran qal. Ürəyin biraz döyünsün ki, görəsən nə olacaq. Əlimizi qaldırıb duaya and verəcək Allahı. Kimə and verəcək? Allahı elə adamlara and verəcək ki, Allah onların adından keçməz. İlahi bi Aliyin, bi Fatimə, bil Həsəni, bil Hüseyn. İlahi səni and verirəm Əliyə, səni and verirəm Fatimiyə, səni and verirəm Həsənə, Hüseynə. Bu müqəddəs adlara and verəcək Allahı. Ümidvaram ki, Allahın rəhmi cuşa gələ bu adları eşidəndə. Bugün qiyamət günü kimidir. Bu gecə qiyamət günü, məhşər səhrası kimi elə təsəvvür eləyin ki, qiyamət günüdür, gəlib dayanmışıq Allahın huzurunda. Bu gecə bizim qiyamətimizdir, kiçik qiyamət günüdür. Çünki bizim əməlimizin mükafatını bu gecə verirlər. Biz neynəmişik, bugün nəticəsini alacaq. Amma bu gecənin qiyamətlə bir fərqi var. O fərq budur ki, bu gecə bizə danışmaq icazəsi veriblər. Tövbə imkanı veriblər. Bunun fərqi var və bu mühüm fərqdir. Bu fərqi götürsək, bu gecə qiyamət günü kimidir, eyni ilə qiyamət kimidir. Qiyamətdə deyir, Əl-yəvm nəxtimu alə əfvahihim. O gün ağızlarına möhür vurular. Deyərlər, day danışmayın, nə qədər sözlər danışdınız. Day lal olun, danışmayın, qulaq asın, baxın əməllər üzə. Amma bu gecə bizə danışmaq icazəsi veriblər. Bu gecə deyiblər, gəlin istiğfar kəlməsini dilinizə gətirin. Əstəğfirullah deyin, bağışlanmaq istəyin. Bu gecə tövbə fürsəti olan qiyamət günüdür. İcazə veriblər tövbə eləyək. Bu gecə gəlmişik Allahın qapısına deyək, ilahi xarab eləmişəm işləri, keçmişim bərbaddır, onlar düzəldəsən. Onlar xət çəkəsən, o da deyir, bəli əzizim, gəl. Gəl bu gecə 80 aydan daha xeyirli gecədir. Gəl mənim əlimdədir, sənin səhvlərini mən düzəldəcəm. Bax bu saatlardır. Hər birinizə müraciət eləyib deyirəm, sizə desələr ki, filan yerdə bir iclasdır, sizin taleyiniz həll olunur, necə həyəcan içində olarsınız? Bu gecə göylərdə tək-tək hər birinizin taleyi həll olunur, odur ki, bu gecənin hər saatında bir müqəddərat müəyyən olunur bizim üçün. Bu bəndəmə çox ruzu verərsiniz bu il, çünki ruzusu az olanda məndən uzaqlaşır. Bu bəndəmə əksinə ruzusunu azaldarsınız, çünki çox olanda məndən üz döndərir. Bu bəndəmin gələcəyinə Kərbəla ziyarəti yazın bu il, birinə həc ziyarəti yazın. Bu bəndəmin ömrünün axır ilidir, gələn iləcəyin ölüm yazın onun üçün. Hamısı bu gecə müəyyən olunur və bunun hamısını bizim dəyişmək imkanımız var bu gecə. Bu fürsəti Allah bu gecə bizə verib. O gələcəyi dəyişmək imkanımız var. Çox həlledici, çox mühüm gecədir bizim taleyimizdə. Adamın ürəyi əsir başa düşəndə nə baş verir? İndi pərdə çəkilə görəsən göylərdə nələr baş verir? Adam heyran qalar, heyrətə gələr. Bu gecə Allah nəzər eləyəndə, İmam Zaman bizə baxanda bizi nigaran görsə, bəsdir, ağlamasaq da. Görürsən, ata uşağın hərdən cəzalandırmaq istəyir, əlini qaldırır, vura, görür uşağın rəngi qaçıb, ürəyi rəhmə gəlir. Bugün baxırlar bizə, nəzər eləyirlər, görsə ki, rəngin qaçıb, heç ağlamasan da rəhmə gələcəklər. Çünki bu gecə bütün göyün rəhmət qapıları açıqdır bəndələrin üzünə. Bu gecə tövbə gecəsidir, bağışlanmaq gecəsidir. Özü çağırıb Allah bizi, çağırıb əlboş qaytarmaq Allaha yaraşmaz.
özü çağırıb, özü dəvət eləyir. Həzrəti Davudla Allahın bir söhbəti var. Həzrəti Davuda müraciət eləyir, Allahla Davud danışır. Deyir, ya Davud, kim birini sevsə sözünə inanar. Məni sevənlər mənə inansınlar, yəni. Kim birini məşuq seçsə özünə, kim birinin məşuq olmasına razı olsa, onun işinə də razı olar. İmam Hüseyin ağa kimi. Davud, bir adam birinə bağlanarsa ona etimad eləyər. Kim məni sevibsə mənə etimad eləyər. Ən çətin çıxılmaz vəziyyətdə ümidini mənə bağlayar. Yusif quyunun dibində hər şeydən əli üzüləndə qardaşlarına baxıb güldü. Dedi, bir gün baxdım sizə arxalandım. Dedim, mənim bu qədər qardaşım var, kim mənə neyniyər? İndi Allah belə elədi ki, həmin bu qardaşlar ki arxalanmışdım, onlar məni quyuya atırlar. Oradakı əli hər yandan üzüldü, kim əlindən tutdu? Allah göndərdi o karvanı ki, onu quyunun dibindən çıxartdı. Kim birini sevərsə, bir məşuquna bağlanarsa, ey Davud ona etimad eləyər. Kim bir məşuqa aşiq olsa, yola çıxar ki, ona qovuşsun. Ona qovuşmaq yolunu tapar və o yola çıxar. Namaz qılmaq məşuqa qovuşmaq yoludur. Oruç tutmaq məşuqa qovuşmaq yoludur. Nə desə deyə baş üstə. Bundan sonra başlayır insanların qrupları haqqında danışmağa. Deyir, ey Davud, zikr eləyənlər bilsin ki, mən də onları zikr eləyirəm. Kim məni yad eləyir, bilsin ki, onlar mənim yadımdadır. Məni yad eləyənləri mən də yad eləyirəm. Mənə itaət eləyənlər bilsinlər ki, cənnətim onlar üçündür. İtaətin nəticəsi cənnətdir. Mənə aşiq olanlar bilsin ki, mənim məhəbbətim onlar üçündür. Məni sevənlər bilsin ki, mən onlara məxsusam, onlara özümü verəcəm qiyamətdə. Mənə itaət eləyənlər bilsin ki, mənim qonağımdırlar, ziyafətimdədirlər. Kim də mənim qonağım olsa, şeytan ona heç nə eləyə bilməz. Bunların hamısını deyir, zakirlərdən danışır, aşiqlərdən danışır. Allahı sevənlər, Allahı zikr eləyənlər danışır, axırda gəlir, çıxır bizlərə, günahkarlara gəlir. Gəlir, çıxır günahkarlara. Bizim vəzifəmiz nədir bu gecə? Biz elə boynumuzu büküb baxmalıyıq ki, aşiqlərə nə verir, zahidlərə nə verir, zikr eləyənlərə nə verir? Biz günahkarlara nə edir? Bizi qapısından qovur ki, siz gedin, mənim işim ancaq aşiqlərləndir. Yox, deyir, ya Davud, amma və əhlü məsiyyəti, amma mənə günah eləyənlər, amma mənim günahkar bəndələrim, onları məyus eləmirəm öz rəhmətimdən. Nə badə naümid olsunlar. Birdən ümidsizliyə qapılarlar, deyərlər biz günahkarıq, bizi qapıdan qovarlar. Yox. Və intabu, birdən barışmaq istəsələr, birdən küsənlər barışmaq istəsə məndən, tövbə eləyənlər bilsin ki, mənlə barışsalar, mən onları sevirəm, onlar mənim məşuqumdur, mən onların aşiqiyəm. Tövbə eləyənlərin məqamına bax, günahdan qutaran kimi nə buyurur? Demir səni bağışladım, deyir və ənə habibuhum, mən onları sevirəm. Deyir, məni çağırsalar dualarını qəbul eləyərəm. Xəstədilərsə onları mən sağaldaram. Onların günahlarını qəmlə yuyaram. Kiçik dünya müsibətləri verərəm ki, təmizlənsinlər, mənə qovuşanda, qəbrin əvvəl gecəsində, namə əməllərində günah qalmasın. Bu gecə tövbə gecəsidir. Belə bir Allaha qonaq gəlmişik bu gecə. Heç rəvadır, heç insafdandır belə Allaha günah eləyəsən, amma neynəyək ki, günahı eləmişik. Günah eləmişik, amma bu Allaha gərək günah eləməyəsən, amma eləyəndən sonra çağırıb, deyir, gəlin mənim qapıma. Neçə günahı bağışlayar bu gecə? Bir günah, 2 günah, 100 günah, 1000 günah, bir hədd qoyub, Quran cavab verir mənim bu sualıma. Buyurur, Allah bütün günahları bağışlayar. Bütün, fərqi yoxdur sayı nə qədərdir. Təki gələsən Allahın qapısına.